Özəlləşdirmə prosesində hüquqları pozulan dövlət özəlləşdirmə əmlak payı mülkiyyətçilərinin 100 minlərlə insanın ayrı-ayrılıqda məhkəmələrə müraciət etməsi absurddur. Məsələ, özəlləşdirmə prosesində qəbul edilən qanun və fərmanlar əsasında dövlət özəlləşdirmə payları ilə özəlləşdiriləcək orta və iri müəssisələr üzərində 65%lik mülkiyyət hüququ olan vətəndaşların konstitusiyon hüquqlarının pozulması ilə bağlıdır. Konstitusiyanın əsasını təşkil edən ən mühüm prinsiplərdən biri də ədalətin təmini və qorunmasıdır. Ədalətin təmin olunması və qorunması üçün özəlləşdirmə prosesində kütləvi hüquq pozuntuları ilə müşahidə olunan həmin qanun və fərmanların bəzi maddələrinin konstitusiyaya uyğunluğunun yoxlanılması zəruridir. Həmişə olduğu kimi xalqımızın qeyrətli oğulları, komandirlər, Qarabağ müharibəsi veteranları bu haqq yolumuzda irəlidə öndə gedirlər. Birinci Qarabağ qazisi Ağayev Midhət Əliyoğlu. Mənim xahişim Cənab Prezidentdən bu özəlləşdirmə çeki ilə bağlıdır. 96-cı ildə hamımıza məlum olduğu kimi özəlləşdirmə payları əhali arasında 4 paydan ibarət çeklər paylanılıb. Hətta o vaxtı Qarabağ qazilərinə 2 pay verilib. Qanunla təsbit olunmuş şəkildə 2 pay verilib. O çekləri biz hələ ki saxlayırıq. O çeklərdən istifadə eləməmişik, özəlləşdirmə payımızı almaq istəyirik. Çox xahiş edirik Cənab Prezidentdən, aidiyyatı qurumlardan bu barədə bunun bir həlli yolunu tapsınlar, biz də öz payımıza sahib ola bilək. Ya Allah deyib imzalayırıq Allahın köməyi ilə. Göydə Allah, yerdə Cənab Prezidentə inanaraq imzamızı qoyuruq. Allahın köməyi ilə əminəm ki, Cənab Prezident İnşallah bu məsələyə bir əncam çəkəcək Allahın köməyi ilə. Siz yazmamışsınız. Adınız nədir? Müraciət edən çoxdur. Çox adam müraciət edibdir. Dövlət səviyyəsində baxsınlar bizim işlərimizə. Əlimizdə qalıbdır, o vaxtda bizə verilən çek paylarımızdır. Onlardan istifadə edə bilməmişik. İndi ona görə müraciət eləmək istəyirik ki, bizim bu şikayətlərimizə baxsınlar. Şamay Velman Yusufoğlu, Qarabağ müharibəsi qazisi. Cənab Ali Baş Komandansından xahiş edirik ki, bizə verilən bu özəlləşdirmə çeklərini Ulu Öndərimiz tərəfindən verilmiş bu qanunun hüququ çeklərimizin dövrəyə yenidən qaytarılması lazım qanunun kompensasiya ödənilməsi üçün xahiş edilib bizlərə kömək edəsiniz. Ulu Öndərin bizə verdiyi hədiyyədir deyək, hədiyyə deyək də, bizə verdiyi hədiyyəni indiyə kimi hələ bizə verməyiblər. Bir qrup məmurlar götürüb özləri üçün iş yerləri açıblar, işlədilər, istifadə edirlər. Ancaq biz qalmışıq kənarda. Biz qazilər heç nədən istifadə edə bilmirik. Mən Nizami Abdullayev. İxtisasca həkim olmuşam. İndi pensiyadayım. Yoldaşım da pensionerdir. 4 ədəd çekimiz qalıb əlimizdə. Bir yana tətbiq edə bilməmişik ki, istifadə olunsun. Bizim də ehtiyacımız var, həqiqətən ehtiyacımız var. Verilən pensiya nədir ki, biz ondan ailəmizə, övladlarımıza, nəvələrimizə nəsə eləyə bilək. Ona görə də bu təşkil olunması, yəni dövrəyə qayıtmasını çox istəyərdik. Mən atam Böyük Vətən müharibəsinin 50 olubdur, rəhmətə gedibdir. Və o çeki bizə verdilər ki, o faizi bizə verdilər, mirası bizə verdilər ki, zəhmət çəkənlərin zəhməti itməsin heç olmasa. Bunu eləmək lazımdır. Ulu Öndər tərəfindən verilmiş dövlət çekləri bizə hal-hazırda ödənilməyib. Bəzi qurumlar aldadıb, bizim çeklər əlimizdə qalıb bilmirik neyniyək. Xahiş eləyirik, Prezidentimizdən bizə kömək eləsin, Ulu Öndərin vədini yerinə yetirsin. Özüm müharibə veteranıyam, 92-ci illərdə vuruşmuşam, 30 il orduda xidmət eləmişəm. Hal-hazırda mənim 8 dənə çekim var. Onun 5-i ailə üzvlərinə verilmişdi, 3-ü isə mənə Ulu Öndər tərəfindən verilmişdi.
yaxşı, gözəl xidmətlərimə görə. Xahiş edirəm, müvafiq orqanlar tərəfindən bizim bu çeklərin pullarını verilməsində köməklik edəsiniz. Xahiş edirəm artıq prezidentdən. Adım Aslanov Tarix Məhəmmədoğlu, keçmiş veteran, hərbiçi. Deməli, biz öz konstitusiyon hüquqlarımızı xahiş edirik də ki, yerinə yetsin, özəlləşdirmə çekləri onun Öndər Heydər Əliyev tərəfindən verilib. Neçə illərdir gözləyirik və bizim dədəmizin, necə deyirlər, babalarımızın, ailələrimizin Sovet dövründə qazandığı mülkiyyət payımızı da bizim. Bunu bərpa eləsinlər, qaytarsınlar, yerinə yetirilsin. Mən Meytefeldə 1950-ci təvəllüdəm, müharibə veteranıyam. Zəngilan məcbur köşkünüyəm. O vaxtlar Heydər Əliyevin verdiyi bu çeklər haqda demək istəyirəm. O vaxtdan alandan hamı satdı, mən satmadım. Heç ailəmi də qoymadım sata, oğlumu da qoymadım sata. Biz inandıq ki, nəysə bunun gələcəyi var. Ancaq heç bir gələcək görünmür indiyə qədər. Xahiş edirik o çekləri qiymətləndirib, heç olmasa özgə adam deyil ki, Ulu Öndərin oğludur, prezidentimizdir. Biz xahiş edirik ondan ki, bu çekləri qiymətləndirsinlər, çekin dəyərini bizə çatdırsınlar. Xahişim budur, minnətdarlığımı bildirəm əvvəlcədən. Öyle burada sizə müraciət eləmişəm orada. Əvvəldən yox eləməmişəm. Biz elə umutluyorduk ki, böyün səhər, çox adam satdı. Mən qətiyyən qoymadım, qoy qalsın, lab ölsün, ancaq ölməyəcəm, mən biləm. Prezidentin oğludur, Ulu Öndərin oğludur, prezidentimizdir. O, yəqin ki, köməkli eləyər, bizi həvəsləndirər və sevindirər. Aşur Məmmədov, Pirallar rayon sakini, pensiyası, Azərbaycan Vətən Müharibəsi veteranı, ikinci qrup əlil və daha biraz da dərinə geçsək, bu Azərbaycanın o vətənpərvər oğlanlarından biri də mənəm. Bunu Ulu Öndər bizə ərmağan eləyib, verib ki, biz bundan istifadə eləyək, yararlanaq. Bu o demək deyil ki, Əmniyət Komitəsində kimsə bunu tədavüldən çıxartmalıdır. Bu qalıb mənim əlimdə. Ya mənim pulumu verməlidirlər, bunun nominal dəyərini. Ya da mənə şərait yaratmalıdırlar, dövlət müəssisəsinin özəlləşdirilməsində mən iştirak edeyim. Nəyə görə indi mən əli aşırından da olmuşam və əli aşırından da olmuşam? Bu dövlətin, dövlətçiliyin qurulmasında mənim əməyim var, zəhmətim var. Mən küçədən keçən birisi deyiləm. Mən istəmirəm təvazökarlıqdan uzaq özüm haqqında bəzi fikirləri söyləyim. Ona görə demək istəyirəm ki, bizim hörmətli prezidentimizin yəqin ki, bundan məlumatı yoxdur. Ona görə müraciət etdiyimiz təşkilat, yəni ki, mən nəzərdə tuturam Konstitusiya məhkəməsini, bu barədə bizim mənafeyimizi qoruyacaq və o kitaba və yaxud o məcəlliyə müraciət eləsək, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunlarında yazılır ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən insanların azadlıq və mülkiyyət hüququnun qorunmasında ciddi münasibətlərini bildirməlidir. Salmanov Nizami Balacaoğlu, birinci Qarabağ müharibəsi veteranı, ona yaxın kitabın müəllifi, 40 il polisdə işləmişəm, istifada olan polkovnikəm. Bizim hörmətli prezidentimizə müraciətimiz odur ki, rəhmətli Ulu Öndər cəmaata verdirdiyi əmlak paylarının kompensasiyası özü ödənilsin. Çünki hər birimizin müəyyən problemlərimiz var. O çox yaxşı olar ki, onu nəzərə alsınlar və bizim dövlətin bizə olan borcunu ödəsinlər.